Səyahətə gedirəm, təcili çəki atmaq lazımdır. Həmkarlarımın hər birindən Slim Diet haqqında o qədər xoş rəylər eşitmişdim ki, mən də sınayım dedim. Çəkinizi, boyunuzu və digər məlumatları onlara yazırsınız. Onlar isə sizə uyğun bir menyu hazırlayır. O qədər yemək qoymuşdular ki, elə bildim bir neçə günün yeməyidir, amma bu bir günün yeməyi imiş. Səhər saat 10-da ləzzətli bir smoothie və qarışıq taxıllardan ibarət belə bir bişinti qoymuşdular. Yanında da çiyələkli cəm. O qədər dadlı idi ki, doğrudan da dietada olduğunuzu hiss belə eləməyəcəksiniz. Bugün səhərdən axşama qədər salon prosedurları eləmişəm. Nə yaxşı ki, bu Slim Diet'in yeməkləri mənimlə idi. Ümumiyyətlə düşünürəm, bu təkcə arıqlamaq istəyənlər üçün yox, yemək bişirməyə zamanı olmayan, sağlam qalmaq istəyənlər üçün çox əlverişlidir. Saat 12-də kivi qoymuşlar. Mən kivini bu arada qabıqlı yeyirəm. Bəs siz? Saat 1-də yenidən ləzzətli smoothie, yeməyə isə toyuq, yanında düyü var idi. Vəhşi düyüdən istifadə etmişdilər. Ümumiyyətlə fikir verdim, çox keyfiyyətli ərzaqlardan istifadə edirlər. 15:00-dan növbə çatdı sevdiyim desertə. Çayı belə Slim Diet qoymuşdu. Çiyələkli və bananlı deserti idi, dəhşət dadlı idi. Saat 16:00-da isə çox dadlı bir salat qoymuşdular. Əlbəttə yanında da smoothie. Sousuyla necə ləzzətli idi. Germetik qablardadır deyə iceberg belə çox xırçıltılı idi. Son yemək 18:00-da grildə qızıl balıq və tərəvəzlər oldu. Yanında da smoothie. Çox dadlıdır. Hər kəsə tövsiyə edirəm.